Salam değerli VIP maçları izləyicilərimiz, bugün sizlərə maçlar əsasında Müştəqa bağlarına gedən yolun üzərində əsas yoldan cəmi 50-60 metr məsafədə 3 sotun içində belə bir tam təmirli, modern dizaynda gözəl bir 4 otaqlı ilə tanış edirəm sizi dəyərli izləyicilər. Hal-hazırda evin həyətyan sahəsində gördüyünüz kimi belə bir böyük, geniş həyəti mövcuddur. Rahatlıqla da 4-5 maşın, bəlkə də 6 maşın belə daxil etmək olar həyətinə. Ev özü yerdən kürsülü, tam hazır vəziyyətdədir. Yanına və arxasız keçmək mümkündür. Darvazası pultla idarə olunan jalüz darvazadır. Həyətində belə bir sanitar qovşağı mövcuddur həyətə aid. Burada belə bir böyük ağacı da var və bu isə yaşıllıq zonası üçün nəzərdə tutulub, boş torpaq sahəsi saxlanılıb. Onu da qeyd edim ki, həm sağ tərəfdən, həm sol tərəfdən keçmək mümkündür. Yəni heç bir hasarı divara birləşməyib. Alt hissələri padvanla dəyərli izləyicilər. Ev özü yerdən kürsülüdür. Qalxıram indi evin otaqlarını tanış eləməyə. Bu evdən, hörmətli izləyicilər, burada çoxdur. 4 dənə evdir ümumilikdə. Mən isə bir dənə bu evi çəkib təqdim edirəm sizə. İnşallah digər videolarda o birələri təqdim edəcəm. Bura belə bir teras olan hissədir. Keçəm evin içərisinə. Bura koridordur və laminatladır bütün otaqlar. Sağda yerləşir belə bir qonaq otağı. Sol hissədə mətbəx və terasa birbaşa çıxış üçün qapısı. Sağda belə bir birinci kiçik olan yataq otağı. Bu hissədə belə bir digər böyük yataq otağı. Və bu da sonuncu otaq olan sonuncu yataq otağıdır. Gördüyünüz kimi tam hazır vəziyyətdə, təmirli, aboylar çox zövqlə çəkilib. Cüt daşlandı, isti sistem kombini, xətlər görürsün, bahan çəkilib, hazır vəziyyətdədir. Və sanitar qovşaq hamam otağı. Asma tavanına qədər mövcuddur. Aksesuarlar da yığılır, tam hazır və təhvil verilir. Qiyməti gələcəksə dəyərli izləyicilər. Qiyməti 125.000 manat deyilir, sahibi tərəfindən endirim var. Sənət də paket kupça çıxarış, hörmətli izləyicilər. Əlaqə nömrəmiz aşağıda və səhifədə mövcuddur. Bu və digərlərlə tanış olmazsa səhifəmizi silib baxa bilərsiniz. Bizi izləməyi unutmayın, sağ olun.